Aha. Monitora versinlər mahnıları. Şəklimi çəkə-çəkə hərdən. Bilirsiniz o mahnı Nagihan xanımın ifasında salamlayırıq buradan səhnəmizin pop divası. Qəlbim. Aha. Siz onları niyə bəhanə edirsiniz? Siz sazınızı ifa edin, onlarla siz qoşulmayın. Hə, ancaq siz ifa edin. Yo. Siz ifa edin, görüm tanallıq nə olur. Aa, koyun da. Aha. Qəlbim yanar, çəkə-çəkə səndən, çəkə-çəkə səndən. Əla oldu. Yaraşdı Mehriban sizə. Kim oxuyurdu? İkiniz oxuyurdunuz. Yaraşdı. Əla yaraşdı. Keçdik növbəti. Bu mahnı siz bilərsiniz. Aşıq nəğməsi kimidir? Əla. Aha, sonra o mənim olmalıdır. Zeyr Mehdizadə. O mənim olmalıdır. Zeyri buradan salamlayırıq. Bir zamanlar çox populyar idi mahnı. Hətta bir dəfə dostlarımızın birinin ad günü idi. Sırf bu mahnını ifa eləməsi üçün Zeyri dəvət etmişlər. O mahnını orada ilk dəfə eşitdim yəni. Və yadımda da qaldı. Siz bilmirsiniz mahnını? Bilirsiniz, əslində o tamam başqa bir janr. Ha, eşitməmişsiniz heç. Sonra davam edək. Aha. Öpüm nəfəsindən, dodaqlardan, nə hallara düşdüm o hallardan. Bugün Çünki bizə səsim gəldi. siz mikrofonsuzsuz. Mən sizdən bir mahnı istəyə bilərəm indi bir dənə. Dağları duman alanda.
Təşəkkür edirəm.